Ola bilər maşının qiyməti ucuz olsun. Əsasən Çin istehsalçıları belə eləyir. Sonradan ehtiyat hissəsinin problemi çıxır ortağa və şiddətli baha olur. Yəni sən sürürsən 30 min dollarlıq maşın, amma 80 min dollarlıq maşının zapçasına bənzər qiymətə zapçası alırsan. İkinci meyar odur ki, bu avtomobilin ehtiyat hissəsi qiyməti eyni ilə öz qiymətinə uyğundur. Yenə də digər rəqiblərindən xeyli aşağıdır və mənim Azərbaycanlı olaraq büdcəmə uyğundur. Bu da mənim seçimimin ikinci səbəbi. Üçüncü səbəb. Bir dənə video qoydum bu avtomobilin xadavoyu ilə bağlı. Bir günün içində 250 min izləndi və həddindən artıq çox marağa səbəb oldu. Niyə? İnsanlar sadəliyi gördülər. İnsanlar rahat istifadəni gördülər. Rahat servis imkanlarını gördülər ki, nə isə olsa biz bunu rahatlıqla düzəldə biləcəyik. İstər kənddə, istər şəhərin mərkəzində, istər yolda, istər dağda. Deməli, bizim üçün nə imiş əsas məsələ? Sadəlik. Bu avtomobilin istifadəsi və eyni zamanda təmiri çox sadədir. Bu da mənim seçimimə təsir edən üçüncü faktordur. Dördüncü məsələ dostlar, hündürlük məsələsidir. Bu avtomobil çox hündürdür və oturanda sən hər şeyi rahatlıqla görə bilirsən. Bu hər bir avtomobildə olmur. Məsəl üçün Gelenwagen'də bu his var. Hər şeyi görürsən, hər kəsdən hündürsən, sanki yolun sahibi sənsən. Bu da faktorlardan biridir, hansı ki mən bu avtomobildə bu hissəni daha çox sevirəm və bu mənim üçün bir rahatçılıq verir. Beşinci məsələ. Dostlar, bilmirəm sürmüsünüz ya sürməmisiniz. İstər Ford olsun, istər Wrangler olsun, istər Hammer olsun, hətta Gelenwagen belə lüks versiyada olmasa, bu cür maşınlar yüksək sürətlərdə səsli maşınlardır. Yəni bu avtomobillərin bir səsi olur. Əsasən Wranglerlə Fordda, Hammerdə də belədir. Hammerdə biraz daha azdır, amma o birlərdə daha çoxdur. Amma səssizlik olanda, yaxşı izolyasiya olanda, siz yolda avtomobili idarə edəndə bu sizə biraz komfort əlavə edir. Bax, bu mənim istəklərimdən biridir. Bu avtomobildə də bu yetərincə var. Hətta sizə deyərdim ki, səs izolyasiyası hardasa 50-60 min dollarlıq maşının səs izolyasiyasına oxşuyur və bu da mənə xüsusi bir rahatçılıq verir. Çünki uzun yollarda geniş avtomobil və səssiz avtomobil mənim üçün bir üstünlükdür.